İşığın difraksiyası, difraksiya qəvəsi, işığın polyarlaşması. Yəni birinci sualdan başlayırıq. Deyir bizə ki, periodu 2 mikrometr olan difraksiya qəfəsinin üzərinə düşən işığın dalğa uzunluğu 500 nanometrdir. Difraksiya qəfəsindən alınan spektrdəki maksimumların ən böyük tərtibini soruşur. Yəni K-nı soruşur. Gəlin verilənləri yazaq. Qəfəs periodu deyirsə D bərabərdir 2 mikrometr. Qəfəsin üzərinə düşən dalğa uzunluğu 500 nanometr. Difraksiya qəfəsində alınan spektr maksimumlarının ən böyük tərtibi K bərabərdir sual. Düstur yazırıq. Maksimumların deyirsə sinus fin 90 dərəcə 1 götürürük. Alınır D bərabərdir K lambdaya. K-nı da buradan tapanda D bölünsün lambda olacaq. D nə qədərdir? 2 mikroons mənfi 6 bölünsün lambdamız 5 vuraq. Nano ons mənfi 9'dur. Bu da onsdur 2. Ons mənfi 7 yaza bilərik. 2'ni 5'e böləndə 0, onda 4, 10 üstü 1. Yəni cavab olacaq 4 deməli. Üçüncü sual. İşığın eninə elektromanyetik dalğası olmasını təsdiq edən hadisə bu deməli polyarlaşmadır. 3'ə A. Beşinci sual. Deyir, hansı qrafik verilmiş difraksiya qəfəsində ikinci tərtib maksimum üçün sinus üçün meyl bucağın sinusunun qəfəsin üzərinə düşən monoxromatik işığın monoxromatik şüalanmanın dalğa uzunluğunun asılılığını düzgün əks etdirir. Düsturumuz D sinus fi bərabər K lambda idi. Burada sinus fi lambda ilə düz asılıdır, yəni C bəndi. 5'də C. 7. Təbii işığın bir-birinə paralel qoyulmuş iki turmalin kristalından ibarət sistemdən keçə bilməməsi üçün kristalların simmetriya oxları arasındakı bucaq neçə dərəcə olmalıdır? Biz demişdik ki, keçə bilməməsi deyirsə 90 dərəcədir. 7-ci sualı olacaq A. 9. Difraksiya qəfəs periodu 2 dəfə kiçik olan digər qəfəslə əvəz etdikdə birinci tərtib maksimuma uyğun meyl bucağının sinusu necə dəyişər? Lambda sabitdir. Düsturumuz D sinus fi bərabərdir K lambdaya. Lambda sabitdir. Birinci tərtib K'ya 1 verirəm. D ilə sinus fi tərs asılıdır. Qəfəs periodu 2 dəfə kiçildirsə sinus fi 2 dəfə artacaq. Yəni A bəndi. 9A. 11. Bir-birinə paralel qoyulmuş iki turmalin kristalın oxları arasında bucaq 35 dərəcə artdıqda bu sistemdən keçən İşığın intensivliyi 0'a qədər azalır. Oxlar arasında bucağın əvvəlki qiyməti nə qədər idi? 35 dərəcə artandan sonra əgər intensivliyi 0'a qədər azalıbsa, deməli bunlar arasında bucaq 90 dərəcə olub. İndi 35 dərəcə artdıqda 90 dərəcə olması üçün oxlar arasındakı bucaq əvvəlcə necə dərəcəymiş? Deməli 55 dərəcəymiş. Y bəndi. 13. Bir-birinə paralel qoyulmuş iki turmalin kristalın oxları arasında bucağı 50 dərəcədir. Bu sistemdən keçən işığın intensivi maksimum. İndi maksimum olması üçün 50 dərəcə isə bunu 0'a gətirmək lazımdır. 50 dərəcə azaltmaq lazımdır ki, kristalın oxları arasında bucağı necə dəyişmək lazımdır? 50 dərəcə azaltmaq, yəni 13'də olacaq 50 A bəndi. 13 A. Keçdik 15. 15. İşığın difraksiya qəfəsindən keçərkən hansı fizik hadisə? İşıq difraksiya qəfəsindən keçərkən hansı hadisələr müşahidə olunur? Burada demişdik ki, difraksiyaya vurur, bir də işığın interferensiyası müşahidə olunur. Yəni Y variantı. 15Y. Həm də toplanırdı dalğalar. Ona görə də Y deyirsiniz. 17. Difraksiya qəfəsi üzərinə ağ işıq düşür. Hansı rəngli şüa üçün birinci tərtib maksimum ən böyük fi meyl bucağı altında müşahidə olunur. Düsturumuz yenə D sinus fi bərabərdir K lambdadır. Ən böyük fi meyl bucağı. Bunun ən böyük olması üçün dalğa uzunluğu ən böyük olanı seçmək lazımdır. Dalğa uzunluğu isə ən böyük olan qırmızı idi. Y bəndi. 19. Difraksiya qəfəsinin periodu D, K-cı tərtib maksimumuna uyğun meyl bucağı fi olarsa, qəfəsin üzərinə perpendikulyar düşən monoxromatik işığın rəqs tezliyi hansı ifadəyə təyin olunur? D sinus fi bərabərdir K lambdadan. Lambdan yerinə K lambdadan C bərabərdir lambda demək nü düsturundan lambdan tapıb nü ilə ifadə edə bilərik. Lambda nü. C bərabərdir lambda nüdən. Lambdan tapsaq C bölü nü olacaq. D sinus fi bərabərdir K C bölü nü. Bizdən də tezlik soruşur. Nünü soruşur. Nü də bərabərdir K C bölünsün D sinus fi Y. Yəni Y bəndi.
21. 21. Deyir, diffraksiya qəfəsi üzərinə düşən qəfəsində alınan birinci tərtib maksimumda 2 şüası hansı rəngdədir? Deməli, ardıcılığı bilirdik. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy. Deməli, burada onda gələn rəngimiz mavi rəngi olmalı idi. Yəni B. Ardıcılığı sayırsınız və oradan uyğunlaşdırıb verirsiniz cavabı. Sonra 23. Diffraksiya qəfəsi üzərinə normal istiqamətdə ağ işıq dəstəsi düşür. Ekranın A və B nöqtələrinin müxtəlif rəngli işıq dalğalarının uzunluqları və tezlikləri arasında hansı münasibət doğrudur? Deməli, düstura baxırıq. D sinus fi bərabərdir K lambdaya. Burada meyl bucağına baxırsınız. Ən çox meyl bucağı B-dədir. Ən az meyl bucağı A-dadır. Deməli, onda sinus fi də meyl bucağı da lambda ilə düz asılıdır. Lambda ilə düz asıldırsa, K, S bölünsün nü düsturundan da nü ilə də tərs deyərsiniz. K, S bölünsün nü yaza bilərik. Və buradan sinusun lambda ilə düz asılı olduğuna görə demək, meyl bucağı böyük olan hansıdır? B-dir. Demək, lambda B böyükdür lambda A və ya lambda A kiçikdir lambda B olacaq. Nü isə ondan tərsdir. Lambda A kiçik lambda B nü D bəndə olacaq. Yəni lambda A kiçikdir lambda B, nü A böyükdür nü B-dən tərs. Gəldik 25-ə. 25-də yenə düstura müraciət edəcəyik. Diaqramda diaqramın hansı nöqtəsinə spektrin tərtibinin verilmiş qiymətində diffraksiya qəfəsi periodunun ən kiçik qiyməti uyğundur. Düstur seçirik. Yəni D sinus fi bərabərdir K lambdaya. Burada fi işıq şüasının meyl bucağıdır. Lambda dalğa uzunluğu verilib bizə. Sinus fi'nin lambdanın asılığı verilib. Periodun ən kiçik, qəfəs periodun ən kiçiyini seçirsiniz. D-ni tapanda K lambda bölünsün sinus fi olacaq. Deməli, buradan baxırıq ki, D-nin ən kiçiyini axtarırıqsa, lambdanın ən kiçiyi sinus fi ilə tərs asılı olduğuna görə D sinus fi ilə tərs asılı olduğuna görə sinus fi'nin ən böyüyünü. Sinus fi'nin ən böyüyü yuxarıdakı nöqtələrdir. Ya 1-dir, ya 2-dir, ya 3-dür. İndi gəl lambdanın da ən kiçiyini axtaraq. Lambdanın ən kiçik qiymətləri isə 0-a yaxındır. 0-a yaxın nöqtələr 5 və 10 üzərində 1-dir. Deməli, doğru cavab onların ikisinin kəsişməsində olan 1 olacaq. Deməli, bu sual 25 idi. 25B. Növbəti 27. 27-də deyir, diffraksiya qəfəsi üzərinə ağ işıq düşür. İkinci tərtib spektrdə hansı rəngli şüalar üçün meyl etmə bucağı ən böyükdür? Yenə də D sinus fi bərabərdir K lambdadır. K lambdadır. Burada K lambdanı belə yazaq ki, görünsün. D sinus fi K lambdadır. Meyl bucağı ən böyükdür. Bucağın ən böyük olması üçün lambdası ən böyük olanı seçmək lazımdır. Dalğa uzunluğu ən böyük olan yenə də deyirik. Qırmızı rəngdir. Demək, bu 27 idi. Gəldik növbəti suala 29. El uzunluğunda en sayda cizgisi olan diffraksiya qəfəsinin üzərinə perpendikulyar istiqamətdə tezliyi nü olan monoxromatik işıq dəstəsi düşür. K tərtibli maksimuma uyğun meyl bucağının sinusu hansı ifadə ilə təyin olunur? Yəni biz bunu düsturu müəyyənləşdirməliyik. Yazırıq. D sinus fi bərabərdir K lambda. Amma lambda ilə deyil. Baxıram ki, burada nü iştirak edir. Ona görə də lambdanın yerinə S bölünsün nü qoyuram birbaşa. Çünki S'nin düsturu lambda nüdür. Və D-ni də qəfəs periodunun da düsturu D bərabərdir nəyə? L bölünsün N idi. Biz bunu qaydada keçmişik. D-ni yerinə qoyuram L böl N sinus fi bərabərdir KS bölünsün nüyə. Bizdən soruşulan meyl bucağının sinusudur. Gəlin sinus fi'ni dairəyə alaq. Sinus fi'ni axtarırıq. Sinus fi'nin yanında nə görürük? L və nü düşür məxrəcə. L nü məxrəcdə olacaq. KSN isə sürətdə olacaq. KSN C variantı olacaq. Sual 29 idi. Gəldik növbəti suala. 31.
Burada fərqli sual yoxdur. 31-ə baxırıq. Deyir ki, difraksiya qəfəsi üzərinə tezliyi 6,14 Hz olan işıq dalğası düşür. Alınan spektrdə maksimumların tərtibi 2 olarsa 1 mm cizgidə 1 mm olan cizgilərin sayını hesablayın. C3 vurulsun 18. Verilənləri yazaq. Tezlik verilib 6,14 Hz. Sonra tərtib K verib 2. 1 mm-də deyirsə L bərabərdir 1 mm-də olan cizgilərin sayı N sual. C-də 3 vurulsun 18 metr bölü saniyə. Deməli, düstur seçirik yenə. D sinus fi bərabərdir K lambda. Lambdanın yerinə C bölünsün nü qoyacağım. C bərabər lambda nü, lambda C bölünür. D-nin də yerinə L böl N qoyuruq. Sinus fi burada K-nı verib ən böyük tərtib. Ən böyük maksimumlar deyirsə, sinus fi 1 götürün. K, C bölünsün nü yazacağıq. N-i də təyin edirik burada. L nü bölünsün K, C. Gətirib qiymətlərini yerinə qoyub həll eləyək. Deməli, L-in yerinə qoyuruq 10 üstü 1 mm, onu çeviririk 10 üstü mənfi 3. Nünün yerinə qoyuruq 6 vurulsun 10 üstü 14. Bölünsün K tərtibli 2, C-də 3 10 üstü 8. 6 ilə 6 ixtisar gedir. 10 üstü 3, mənfi 3, 10 üstü bu 8 qalxır yuxarı mənfi 8 kimi. 10 üstü 3, 10 üstü mənfi 8, 10 üstü 14. 10 üstü mənfi 11, 10 üstü 14, 10 üstü 3, yəni 1000. Deməli, cizgilərin sayı 1000 olacaq.